İndi MLM sənayesi yenidən dəyişir. Bazara elə bir şirkət daxil olur ki, o 10 illiklər keçsə belə əksər layihələrdə olmayan şeylərə artıq sahibdir. Öz istehsalı, əczaçılıq bazası, texnologiyaları, beynəlxalq miqyası və çox güclü məhsulu. Məhz indi bu şirkət MLM vasitəsilə dünya miqyasında genişlənməyə başlayır. Bu videoda biz Cimon Qrupun marketinq planını ətraflı şəkildə təhlil edəcəyik. Burada hansı gəlir növləri var? MT dövriyyəsi nəyin hesabına formalaşır? Bonus sistemi necə işləyir? Komanda hansı faizləri alır? Burada yeni başlayan birinin beynəlxalq liderə qədər necə yüksəlmək olar? Və niyə bir çox şəbəkəci hazırda məhz bu layihəyə diqqətlə baxır? Biz aşağıdakılar haqqında danışacağıq. Referal bonuslar, komanda ödənişləri, karyera dərəcələri, strukturun dərinliyi, beynəlxalq inkişaf və ölkələrin açılması imkanları. Marketingdən sonra isə ən vacib hissəyə şirkətin məhsullarına keçəcək. Çünki bugün sadəcə marketinqi olan şirkətlər deyil, insanların hər gün ehtiyac duyduğu real məhsulu olan şirkətlər qalib gəlir. Və Cimon Group məhz buna koklanır. Wellness, sağlamlıq, anti-age, orqanizmin bərpası, müasir texnologiyalar və yeni nəsil məhsullar. Ona görə də rahat eyləsin. İndi çox maraqlı olacaq. İndi isə Cimon Group'un marketing planına keçirik. Və burada istəyirəm ki, siz sadəcə bir tamaşaçı kimi deyil, bir sahibkar kimi diqqətlə qulaq asasınız. Çünki marketing planı istənilən şəbəkə biznesinin ürəyidir. Məhsul güclü ola bilər, şirkət böyük ola bilər, istehsal güclü ola bilər. Ancaq şirkətin marketinqi zəifdirsə, insanların pul qazanması çətindirsə, sistem əlverişsizdirsə, statuslar daim yanırsa, hər ay hər şeyi yenidən təsdiqləmək lazımdırsa, belə bir biznes çox tez bir zamanda yorğunluğa çevrilir. Cimon Group'da marketinq şərqli qurulub. Burada bu planı bir çox klassik mebel şirkətlərindən dərhal fərqləndirən bir neçə vacib məqam var. Birincisi, MT dövriyyəsi toplanılır. Bu o deməkdir ki, sizin dövriyyəniz yanmır. İkincisi, statusun aylıq təsdiri yoxdur. Yəni, hər ay eyni nəticənin arxasınca yenidən qaçmırsınız. Üçüncüsü, birbaşa dəvət olunanlara sərt bağlılıq yoxdur. Dördüncüsü, məcburi aylıq ödəniş yoxdur. Beşincisi, evdə məhsul anbarı yaratmağa ehtiyac yoxdur. Və altıncısı, ayrıca bir təkmilləşdirməyə ehtiyac yoxdur. Siz tərəfdaşlıq proqramını tərəfdaşlıq üçün almırsınız, sadəcə məhsul alırsınız, şirkətin müştərisi olursunuz, o referal kodunuzu əldə edirsiniz və artıq məhsulları başqa insanlara tövsiyə edə bilirsiniz. Yəni, biznesə giriş maksimum dərəcədə sadədir. Siz özünüz üçün məhsul aldınız, sınadınız, nəticəsini anladınız, başqa bir insanla bölüşdünüz. Və əgər həmin şəxs sizin tövsiyənizlə məhsul alarsa, şirkət sizə bonus ödəyir. İndi gəl hər şeyi gəlir növlərinə görə ayıraq. Cimon Group'un marketing planında 6 əsas bonus istiqaməti var. Birincisi referal bonusu, ikincisi komanda bonusu, üçüncüsü aylıq mükafat, dördüncüsü dövriyyə fərqi və matching bonusu, beşincisi direktor müavini rütbəsi, altıncısı direktor rütbəsi. Və ən vacibi, bu bonuslar bir-birini əvəz etmir, əksinə bir-birinin üzərinə cəmlənə bilər. Yəni, tərəfdaş o statusundan, dövriyyəsindən və komandasının inkişafından asılı olaraq, eyni vaxtda bir deyil, bir neçə növ gəlir əldə edə bilər. Birinci və ən aydın bonusdan, referal bonusundan başlayaq. Referal bonusu sizin şəxsi tövsiyəniz üçün əldə etdiyiniz gəlirdir. Məsələn, siz təmizlənmə proqramından keçmisiniz, nəticə xoşunuza gəlib. İnsanlar dəyişdiyinizi görür, mararınızı hiss edir və suallar verirlər. Nə içirsən? Bu nə proqramdır? Bunu haradan almısan? Necə sınamaq olar? Və bir insan sizin tövsiyənizlə məhsul aldıqda, siz referal mükafatı qazanırsınız. Burada vacib bir məqam var. Əvvəlcə boyu bir paket almağınıza, anbar yaratmağınıza, məhsulları qutularla alıb yığmağınıza və ya tərəfdaş statusu üçün ayrıca ödəniş etməyinizə ehtiyac yoxdur. Siz hətta bir məhsulla belə başlaya bilərsiniz. Ən əlçatan məhsulun qiyməti $65 başlayır. 65 dollarlıq məhsul aldığınız zaman artıq referal kodun sahibi olursunuz və 10% referal bonusu qazanırsınız. Bu nə deməkdir? Əgər kimsə sizin tövsiyənizlə məhsul alarsa, onun alışından sizə 10% hesablanır. Üstəlik, siz özünüz də təkrar alışlarınızda 10% endirim əldə edirsiniz. Yəni siz sadəcə bir dəfə məhsul almırsınız. Siz endirimli müştəri və məhsulu başqalarına tövsiyə edə bilən tərəfdaş olursunuz. Növbəti səviyyə 20%dir. Bu səviyyə təxminən $100 məhsul aldığınız zaman açılır.
Məsələn, bu məzənnədən asılı olaraq təxminən $305 dəyərində olan təmizlənmə proqramı ola bilər. Belə bir analizdən sonra siz 20%lik statusu qazanırsınız. Bu nə deməkdir? İndi sizin tövsiyənizlə gələn insanların alış-verişindən sizə artıq 10 deyil, 20% hesablanır. Üstəlik, siz özünüz və gələcəkdə şirkətin məhsullarını 20% endirimlə alırsınız. Yəni burada fayda dərhal iki istiqamətdə olur. Bir tərəfdən siz tövsiyələrdən qazanırsınız, digər tərəfdən isə özünüz və ailəniz üçün məhsulu daha ucuz qiymətə alırsınız. Bundan sonra 30%lik səviyyə gəlir. Ona iki yolla çatmaq olar. Birinci yol dərhal lazımi həcmdə məhsul almaqdır. İkinci yol hətta ən kiçik məhsulla başlamaq, sonra isə öz alış-verişləriniz, tövsiyələriniz və komandanın hissi hesabına ümumi yığılan əmtəə dövriyyəsini tədricən artırmaqdır. Ümumi yığılan əmtəə dövriyyəsi $1000 çatdıqda tərəfdaş 30% səviyyəsinə çıxır və burada artıq sizin tövsiyənizlə edilən alış-verişlərdən 30% qazanırsınız, üstəlik öz təkrar alış-verişləriniz 30% endirimli olur. Bundan sonra 40%lik səviyyə gəlir. O, ümumi yığılan əmtəə dövriyyəsi $3600 çatdıqda açılır. Bu artıq daha ciddidir, çünki bu səviyyədə tərəfdaş 40% referal bonusu və təkrar alış-verişlər üçün 40% endirim əldə edir. Məsələn, əgər təmizlənmə proqramı təxminən $300-dırsa, 40%lik endirimlə o artıq xeyli ucuz başa gələ bilər. Və marketinqin böyük üstünlüyü də elə bundadır. Nə qədər fəal inkişaf etsəniz, məhsuldan istifadə etmək sizin üçün bir o qədər sərfəli olar və tövsiyələrə görə aldığınız mükafat da bir o qədər artar. Növbəti səviyyə 50%dir. Burada artıq ümumi yığılan əmtəə dövriyyəsi nəzərə alınır. Vacibdir ki, başa düşəsiniz, bu əmtəə dövriyyəsinə təkcə sizin şəxsən aldıqlarınız daxil deyil. Ora həm sizin şəxsi həcminiz, həm referal linkinizlə edilən alışlar, həm də komandanızın yaratdığı həcmlər daxildir. Tərəfdaş 50% səviyyəsinə çatdıqda, o komandadan 5 nəsil dərinliyə qədər 50% referal bonusu ala bilir və həmçinin təkrar alışlarına 50% endirim qazanır. Referal bonusunda sonuncu səviyyə 60%dir. Bu səviyyə ümumi yığılan əmtəə dövriyyəsi $100.000 keçdikdə açılır. Və burada çox vacib bir detal var. Bu həcmi bir ayda deyil, 10 gündə, bir ayda, yarım ildə və ya daha uzun müddətdə etmək olar. Çünki əmtəə dövriyyəsi toplanır və sıfırlanmır. Partnyor 60%-a çatdıqda, marketinq planının sərtləri yerinə yetirildiqdə, 5 nəsil dərinliyə qədər 60%-a qədər olan maksimal referal bonusu səviyyəsinə çıxış əldə edir və həmçinin təkrar alışlarda 60%-a qədər endirim qazanır. Yəni, marketinqin birinci bloku sizin yığılan əmtəə dövriyyənizlə birlikdə artan referal bonusudur. 10%, 20%, 30%, 40%, 50%, 60% və səviyyəniz nə qədər yüksəkdirsə, tövsiyələrdən gələn gəliriniz də bir o qədər yüksək, hesablamalar daha dərin, öz alış-verişləriniz isə daha sərfəli olur. İndi MCM sahəsində artıq təcrübəsi olan insanlar üçün çox vacib bir məqam. Ciman qrup marketinqində bir budaqdan dövriyyənin 60%-nə qədərini götürmək mümkündür. Bir çox şirkətlərdə məhdudiyyət olur, məsələn, bir budaqdan 30%. Bu da məntiq fərqlidir. Əgər bir budaqda böyük və güclü bir komandanız boyuyubsa, siz həmin budaqdan ümumi dövriyyənin 60%-nə qədərini nəzərə ala bilərsiniz. Qalan 40%-i isə yan budaqlardan tamamlaya bilərsiniz. Yəni, struktur həm dərinliyə, həm də eninə qurulur. Siz güclü bir əsas budaq inkişaf etdirə bilərsiniz, lakin biznesin dayanıqlı olması üçün yan istiqamətlərdə yaratmaq vacibdir. Və budur, tərəfdaş 60% səviyyəsinə çatdıqda, onun üçün növbəti daha ciddi bonuslar açılır. Keçirik ikinci gəlir novuna, komanda bonusuna. Komanda bonusu bu artıq sadəcə şəxsi tövsiyələrdən gələn gəlir deyil, bu komandanızın hər ay yaratdığı yeni dövriyyədən əldə olunan bonusdur. Burada ayın 1-dən 30-una qədər komandanın yeni dövriyyəsi hesablanır və bu artıq ciddi sahibkarlıq səviyyəsidir. Çünki siz təkcə şəxsən dəvət etdiyiniz insanlardan deyil, komanda hərəkətindən, satışlardan, təkrar alışlardan, strukturun aktivliyindən qazanmağa başlayırsınız. Aylıq yeni dövriyyəniz $20.000-dan $60.000-a qədər olduqda, şirkət bu məbləğin 2%-ni ödəyir. Əgər dövriyyə $60.000 keçirsə və 60.000 ilə $120.000 aralığındadırsa, şirkət 4% ödəyir. Dövriyyə $120.000 keçdikdə faiz daha da artır. Bu da riyaziyyatın özünü başa düşmək vacibdir.
Komanda ay ərzində nə qədər çox yeni dövriyyə yaradırsa, komanda bonusun faizi də bir o qədər yüksək olar. Məhz buna görə də Cimon qrupda təkcə uzun satış etmək deyil, komanda qurmaq, insanları öyrətmək, tərəfdaşlara nəticə əldə etməkdə kömək etmək, təkrar alışları inkişaf etdirmək, məhsul ətrafında hərəkətlilik yaratmaq sərfəlidir. Çünki komanda bonusu təkcə bir aktiv insanın olduğu yerdə deyil, işləyən strukturun olduğu yerdə yaranır. Gəlirin üçüncü novuna aylıq mükafata keçirik. Bu, tərəfdəsə komanda dövriyyəsinin müəyyən səviyyəsinə çatdıqda ödənilən ayrıca bir mükafatdır. Burada çox vacib bir məqam var. Bu, bir dəfəlik hədiyyə deyil. Əgər tərəfdəz hər ay lazım səviyyəni təsdiqləyərsə, şirkət mükafatı aylıq olaraq ödəyir. Məsələn, tərəfdaş komanda bonusu üzrə 6% səviyyəsinə çatdıqda, bu o deməkdir ki, onun aylıq dövriyyəsi $180.000 başlayır. Bu səviyyədə şirkət hər ay $750 mükafat ödəyir. Tərəfdaş 8% səviyyəsinə çatdıqda, mükafat hər ay $1500 təşkil edir. 10% səviyyəsində mükafat hər ay $2250 təşkil edir. 13% səviyyəsində şirkət əlavə olaraq hər ay $3000 ödəyir. Yəni burada artıq sadəcə satışdan gələn gəlir formalaşmır. Burada həcmə, sistemliliyə və komandanın stabilisinə görə liderlik gəlir yaranır. Və bu çox güclü bir məqamdır. Çünki şirkət tərəfdası sadəcə bir aylıq sıçrayış etməyə deyil, hər ay əmtəə dövriyyəsi yaradan stabil bir biznes qurmağa həvəsləndirir. Dördüncü gəlir novuna keçirik. Əmtəə dövriyyəsi fərqi və matin bonus. Bu artıq daha çox liderlik bonusudur və bunu böyük komandalar quranlar üçün başa düşmək xüsusilə vacibdir. Əvvəlcə əmtəə dövriyyəsi fərqini nəzərdən keçirək. Təsəvvür edin ki, siz lider kimi 13%-a çatmışsınız, komandanızda isə müxtəlif səviyyələrdə olan tərəfdaşlar var. Məsələn, bir tərəfdaş 2%-dədir, digəri 4%-də, üçüncüsü 8%-də, dördüncüsü isə 10%-dədir. Əgər siz 13%-dəsinizsə, tərəfdarınız 2%-dədirsə, aranızda 11% fərq qalır. Və bu fərq yuxarıda duran lider kimi sizə həmin tərəfdəsin əmtəə dövriyyəsindən hesablanıla bilər. Məsələn, 2%-də olan tərəfdaş öz həcmini edir. O, özü 2%-ni alır, siz isə 13%-də olan lider kimi sizin səviyyənizlə onun səviyyəsi arasındakı fərqi, yəni 11%-i alırsınız. Əgər tərəfdaş 4%-dədirsə, siz isə 13%-dəsinizsə, fərq 9% təşkil edir. Və bu fərq də tərəfdaşın əmtəə dövriyyəsindən sizə hesablanıla bilər. Bu nəyi göstərir? Bu onu göstərir ki, sistemdə həm özünün inkişaf etməsi, həm də komandanın inkişafına kömək etmək sərfəlidir. Çünki liderlik səviyyəniz nə qədər yüksəkdirsə, strukturun əmtəə dövriyyəsindən fərqi əldə etmək üçün bir o qədər çox imkanınız olur. Amma burada daha bir çox güclü məqam var. Matching bonus. Bir çox müəllim şirkətlərində belə bir vəziyyət olur. Tərəfdaşsız boyuyur, status baxımından sizə çatır və onun budağı sanki kəsilir. Yəni, sizin altınızda boyayan nəhəng komanda və nəhəng əmtəə dövriyyəsi artıq gəlirinizdə nəzərə alınmır. Cimon qrupda sistem daha maraqlı qurulub. Əgər aşağı pillədəki tərəfdaşın status baxımından sizə çatarsa, onun budağı sizi üçün tamamilə sıfırlanmır. Əksinə, siz matching bonus ala bilərsiniz. Və bu çox vacib bir fəlsəfədir. Şirkət lideri güclü tərəfdaş yetişdirdiyinə görə cəzalandırmır. Əksinə, o, komanda daxilində liderlərin boymasını təsviq edir. İndi isə gəlirin 5-ci novuna, direktor müavini rütbəsinə keçirik. Bu artıq biznesin tamamilə fərqli bir səviyyəsidir. Əgər indiyə qədər biz əsasən tövsiyələr, faizlər, komanda dövriyyəsi və strukturun inkişafı haqqında danışırdıqsa, burada artıq əsl liderlik səviyyəsi başlayır. Çünki direktor müavininin vəzifəsi sadəcə məhsulu özünün satması və ya sadəcə insanları dəvət etməsi deyil. Direktor müavinin vəzifəsi liderlər yetişdirməkdir. Məhz burada kimin həqiqətən sistem qurmağı, insanlara öyrətməyi, komandaları inkişaf etdirməyi və biznesi miqyaslandırmağı bacardığı görünür. Direktor müavini rütbəsinə çatmaq üçün strukturda 60% səviyyəsində 4 tərəfdaş meydana çıxmalıdır. Bunu anlamaq çox vacibdir. Bu 4 tərəfdaş 4 fərqli budaqda olmalıdır. Yəni, bütün biznesi yalnız bir güclü xətt üzərində qurmaq olmaz. Şirkət biznesin dayanıqlı və miqyaslı olması üçün strukturun eninə inkişafını xüsusi olaraq stimullaşdırır. Daha bir vacib məqam, bu tərəfdaşların şəxsən dəvət olunmuş olması vacib deyil. Onlar strukturun istənilən dərinliyində ola bilərlər. Məsələn, sizin birinci xəttinizdə bir nəfər var, onun altında bir lider yetişib, onun altında daha bir lider və strukturun daha dərinliyində 60% səviyyəsində bir tərəfdaş meydana çıxır.
Şirkət yenə də bu şəxsi sizin budağınızın bir hissəsi kimi nəzərə alır. Və bu marketinqin çox güclü bir məqamıdır. Çünki siz sadəcə cəmiyyət xatirinə insanları dəvət etmək üçün deyil, başqa bir motivasiya alırsınız. Siz keyfiyyətli və dərin bir təşkilat qurmaqda maraqlısınız. İndi isə gəlin 60% səviyyəsinin nə demək olduğunu xatırlayaq. Bu 100 min dollardan çox yığılan əmtəə dövriyyəsi yaratmış tərəfdaşdır. Və burada vacib bir məqam var. Bu həcm yığılandır, onun bir ay ərzində edilməsi vacib deyil. Hər ay yenidən 100 min dollar dövriyə etməyə ehtiyac yoxdur. Həcm tədricən səsli alislar, tövsiyələr, komandanın böyüməsi, təkrar sifarişlər və strukturun inkişafı vasitəsilə toplanır. Və 4 fərqli budaqda belə 4 lider meydana çıxdıqda direktor müavini səviyyəsinə çatmaq imkanı açılır. Amma bu hələ hamısı deyil. Həmçinin strukturun ümumi aylıq əmtəə dövriyyəsi 1 milyon 200 min dollardan az olmamalıdır. Bəli, rəqəm böyükdür, amma burada vacib olanı anlamaq lazımdır. Artıq söhbət kiçik bir komandadan getmir. Bu, beynəlxalq struktur səviyyəsidir, bu, onlarla və yüzlərlə aktiv tərəfdaşdır, bu, daimi təkrar alıcılardır, bu, güclü məhsul istehlakıdır, bu, işləyən bir sistemdir. Və bu şərtlər yerinə yetirildikdə, şirkət 4500 dollar məbləğində mükafat ödəyir. Amma ən maraqlısı hətta mükafatın özü də deyil. Ən maraqlısı əlavə faizlərdir. Direktor müavini səviyyəsində tərəfdaş birinci xəttdən 40%, ikinci xəttdən isə 10% gəlir əldə edir. İndi isə miqyası təsəvvür edin. Artıq böyük bir beynəlxalq komandanız olduqda, strukturda davamlı satışlar getdikdə, insanlar mütəmadi olaraq təkrar alışlar etdikdə və bir neçə ölkə inkişaf etdikdə, bir faizlər çox ciddi pullara çevrilə bilər. Və məhz burada bir çox məlum liderlərinin niyə həmişə erkən mərhələdə layihələr axtardıqları aydın olur. Çünki başlanğıcda böyük strukturlar qurmaq daha asandır, mövqe tutmaq daha asandır, ölkələrə acımaq daha asandır, ilk güclü liderlərdən biri olmaq daha asandır. İndi isə gəlirin 6-cı novuna direktor rütbəsinə keçirik. Bu artıq marketinq planının zirvəsidir. Bu, çox böyük strukturların ciddi beynəlxalq əmtəə dövriyyəsinin və güclü lider komandasının səviyyəsidir. Əgər direktor müavini uzun 4 fərqli budaqda 60% səviyyəsində 4 tərəfdaş lazımdırsa, direktor səviyyəsi uzun artıq 8 belə lider tələb olunur. Yəni, hər birində 60% səviyyəsində tərəfdaş yetişmiş 8 fərqli budaq. Burada yenə də başa düşmək vacibdir. Bunların mütləq sizin şəxsən dəvət etdiyiniz insanlar olması vacib deyil, bunlar təşkilatın dərinliyindəki liderlər ola bilər. Əsas odur ki, struktur həqiqətən qurulmuş və inkişaf etmiş olsun. Həmçinin, strukturun ümumi əmtəə dövriyyəsi 3 milyon 200 min dolları keçməlidir. Və gəlin dürüst olaq. Belə rəqəmlər təsadüfən yaranmır. Bu artıq sistemlə işin, düzgün liderliyin, miqyaslandırmanın, komandanın təliminin, bazarların inkişafının və məhsulun çox sayda təkrar alıcısının nəticəsidir. Məhz buna görə də direktor səviyyəsi artıq əsl beynəlxalq liderlik rütbəsi hesab olunur. Bu səviyyədə tərəfdaş 4500 dollar mükafat alır. Lakin direktor müavini vəziyyətində olduğu kimi, burada əsas potensial təkcə mükafatın özündə deyil, əsas güc faiz hesablamalarındadır. Direktor səviyyəsində birinci xəttdən hesablamalar 50%, ikinci xəttdən isə 20% təşkil edir. Və məhz burada şirkətin marketinqi nə qədər dərindən düşündüyü aydın olur. Çünki tərəfdaş sadəcə məhsul satmağa deyil, sistem qurmağa, liderlər yetişdirməyə, yeni regionlar açmağa, yeni ölkələr inkişaf etdirməyə, komandanın böyüməsinə kömək etməyə və uzun müddətli sabit əmtəə dövriyyəsi yaratmağa motivasiya olunur. Və məhz buna görə də bu marketinqə sadəcə sürətli pul qazanmaq kimi baxmaq olmaz. Bu, məhsulu, təkrar istehlakı, beynəlxalq miqyaslı genişlənməsi, yığılan əmtəə dövriyyəsi, struktur dərinliyi, liderlik bonusları və böyük beynəlxalq biznes qurmaq imkanı olan tam dəyərli bir biznes modelidir. Və ən əsası, hazırda şirkət elə bir mərhələdədir ki, bir çox bazarlar hələ yeni açılmağa başlayır. Bu isə o deməkdir ki, hələ boş yerlər var, hələ öz ölkəndə ilk liderlərdən biri ola bilərsən və bazar həddindən artıq doymamışdan əvvəl güclü struktur qura bilərsən. Məhz məlumat sənayesindəki belə məqamlar vaxtında qoşulanlar üçün çox vaxt ən gəlirli anlara çevrilir. İndi isə Jemon qrupun marketinq planını, bütün gəlir növlərini, bonus sistemini və struktur qurma məntiqini tam şəkildə təhlil etdiyimizə görə ikinci hissəyə məhsullara keçirik. Çünki uzun müddətli perspektivdə hər zaman təkcə marketinq deyil, insanların təkrar almaq istədiyi məhsul qalib gəlir.
Niyə Jemon qrup məhsulları böyük bir biznesin əsası ola bilər? Marketinq planına baxdıqdan sonra bir çoxlarında tamamilə məntiqli bir sual yaranır. Yaxşı, bəs şirkət ümumiyyətlə nə satır? Bu məhsullar insanlara nə dərəcədə lazımdır və ən əsası mən onları sata biləcəyəmmi? Məhz bu barədə indi danışacaq. Çünki marketinq nə qədər gözəl olsa da uzunmüddətli perspektivdə hər zaman məhsul qalib gəlir. Ətrafınıza baxın. Bugün dünya elə də asan dövrlərini yaşamır. İqtisadi qeyri-sabitlik, stresslər, müharibələr, qiymət artımı, sağlamlıq problemləri getdikcə cavanlaşır. Və əgər əvvəllər insanlar pullarını sadəcə zövq verən şeylərə xərcləyirdilərsə, bugün daha çox insan təməl ehtiyaclar, sağlamlıq, enerji, həyat keyfiyyəti və özünü necə daha yaxşı hiss etmək barədə düşünür. Məhz buna görə də sağlamlıq, wellness bazarı bugün dünyada ən sürətlə boyayan bazarlardan biridir. Çünki sağlamlıq yaşından, pesəsindən, yaşadığı ölkədən və gəlirindən asılı olmayaraq hər kəsə lazımdır. Məhz bu bazara bugün 30 ildən artıqdır ki, sağlamlıq və orqanizmin bərpası üçün məhsullar istehsal edən Jemon qrup şirkəti daxil olur. Üstəlik, bunu başa düşmək vacibdir. Bu, xammalı kimdənsə alıb, sadəcə etiketləri dəyişən bir şirkət deyil. Jemon qrup istehsalının bütün dövrünə nəzarət edir. Xammalın yetişdirilməsi və hasilatından tutmuş, elmi araşdırmalara, öz istehsal güclərinə və hazır məhsula qədər. Bu, 10 illiklər ərzində yaradılmış nəhəng bir infrastrukturudur. Məhz buna görə də şirkət keyfiyyətli məhsullar istehsal etməyə və eyni zamanda tərəfdaşlıq şəbəkəsinin inkişafına böyük vəsait ayırmağa imkan tapa bilir. İndi isə gəlin məhsulların özünə nəzər salaq. Şirkətin tərəfdaşları ümumiyyətlə nə satırlar? Əslində cavab çox sadədir. Onlar demək olar ki, hər bir ailəyə lazım olan məhsulları satırlar. Özünüz baxın. Artıq çəki, ödem, yorğunluq, mədə-bağırsaq traktı problemləri, oynaq ağrıları, yuxusuzluq, damarlar, yaddaş, görmə qabiliyyəti, kişi sağlamlığı, qadın sağlamlığı. Bu problemlərdən heç birinin olmadığı bizə dənə də olsun ailə varmı? Çox güman ki, yox. Ona görə də tərəfdaşlar hansısa nadir auditoriyanı axtarmaq məcburiyyətində qalmırlar, çünki tələbat sözün əsl mənasında ətrafımızdadır. Çox vaxt hər şey bir məhsulla başlayır. İnsan özü uzun təmizlənmə proqramı götürür, nəticə əldə edir, yüngüllük hiss edir, enerji yaranır, ödemlər gedir və bundan sonra daha geniş baxmağa başlayır. Anaya damar və qan uzun məhsul, ataya beyin və yaddaşı dəstəkləmək üçün, həyat yoldaşına kişi sağlamlığı üçün, xanımına çəkiyə nəzarət və gözəllik üçün, uşaqlara isə boyuma və inkişafı dəstəkləmək üçün məhsul lazımdır. Məhz buna görə də bir çox müştərilər zaman keçdikcə şirkətin məhsullarının daimi istehlakçılarına çevrilirlər. Çünki çeşid gündəlik problemlərin böyük bir hissəsini həll edir. Nəticələr haqqında ayrıca danışmaq istərdim. Bugün cində 100 minlərlə insan və cindən kənarda minlərlə insan artıq şirkətin məhsullarından istifadə edir. Və ən əsası, insanlar real dəyişikliklər əldə edirlər. Bu videoda siz hazırda nəticələrin fotosəkillərini görürsünüz. Diqqət yetirin, bu sadəcə tərəzdəki rəqəmlər deyil. İnsanlar qeyd edirlər, daha çox enerji, daha yaxşı özünü hiss etmə, yüngüllük, dərinin keyfiyyətinin dəyişməsi, siskinliyin azalması, orqanizmin ümumi vəziyyətinin yaxşılaşması. Və məhz nəticələr təkrar satışları yaradır, təkrar satışları isə sabit biznesi formalaşdırır. İndi isə marketinqə qayıdaq. Siz artıq bilirsiniz ki, şirkət strukturun inkişafının ilkin mərhələlərində tərəfdaşlara 10%-dən 60%-ə qədər ödəniş edir. Bəs bu pullar ümumiyyətlə haradan gəlir? Cavab çox maraqlıdır, çünki şirkət istehsal zəncirinin böyük bir hissəsinə özü nəzarət edir. İstehsalçı istehsalata, texnologiyalara, xammala və logistikaya sahib olduqda, onun sistem daxilində daha çox mənfəət saxlamaq imkanı yaranır. Və məhz buna görə də şirkət gəlirinin əhəmiyyətli bir hissəsini tərəfdaşlıq şəbəkəsinə yönəldə bilir. Bu isə o deməkdir ki, tərəfdaş təkcə tələb olunan məhsulu deyil, həm də güclü maliyyə modelini əldə edir. Və burada sizə bir sual vermək istəyirəm. Qarşıdakı 10 ildə nəyi satmaq daha asandır? İnsanın onsuz keçinə biləcəyi bir şeyi, yoxsa onun sağlamlığı, enerjisi və həyat keyfiyyəti ilə bağlı olanı? İnsanlar yeni texnikadan imtina edə bilərlər. İnsanlar səyahəti təxirə sala bilirlər. İnsanlar növbəti bahalı oyuncağı almaya bilərlər. Amma söhbət sağlamlıqdan, valideynlərdən, uşaqlardan, insanın özünü necə hiss etməsindən gedəndə, insanlar həll yolu axtarmağa davam edirlər. Məhz buna görə də bir çox ekspertlər sağlamlıq bazarını dünyada ən dayanıqlı bazarlardan biri hesab edirlər.
Məhz buna görə də bir çox liderlər bu gün Cimen qrupa diqqətlə baxırlar. Çünki burada 3 sey bir araya gəlib. Güclü şirkət, tələb olunan məhsul və böyük biznes qurmağa imkan verən maliyyə modeli. Əgər bu videoya baxdıqdan sonra şirkəti daha dərindən araşdırmaq və bu istiqamətin məhz sizə nə dərəcədə uyğun olduğunu anlamaq istəyirsinizsə, növbəti videoya keçin və ya fərdi konsultasiyaya yazılın. Bəlkə də siz hazırda bir fürsətə baxırsınız ki, bu bir neçə ildən sonra hamı üçün asqar görünəcək. Lakin bu gün o, hələ də ilk komandaların formalaşması mərhələsindədir. Və sonda istəyirəm ki, siz bu məqam üzərində düşünəsiniz. Cimen Group şirkəti 1 il, 2 il, hətta 10 il deyil ki mövcuddur. Onun arxasında 30 ildən çox tarix, o zavodları, elmi istəmələri, istehsalı, xam mal bazaları və Çinin nəhəng daxili bazarı dayanır. Amma ən maraqlısı məhz indi baş verir. Şirkət ilk dəfədir ki, mum vasitəsilə geniş miqyaslı beynəlxalq ekspansiya başlayır. Və bu, qiymətləndirilməməli olan bir məqamdır. Çünki şəbəkə marketinqində bir qanun uyğunluğu var. Şirkəti hamı tanıyanda liderlik mövqeləri artıq tutulmuş olur. Şirkət haqqında hər yerdə danışanda bazar artıq dolmuş olur. Hamı böyük çəklər görməyə başlayanda kimsə artıq bir neçə ildiki struktur qururdu. Məhz buna görə də ən boyu nəticələri adətən ən istedadlılar deyil, başqaları qazanır. Onları fürsəti başqalarından əvvəl görənlər qazanır. Bugün şirkət yeni bazarlar açmağa yenicə başlayır. Hazırda Qazaxıstan, Özbəkistan, Qırğızistan və digər ümumi ölkələri fəal şəkildə inkişaf edir. Və hələ insanların çoxu Cimen Group adını eşitmədiyi halda, məhz indi ilk komandalar, ilk strukturlar və ilk liderlik mövqeləri formalaşır. Bir neçə ildən sonra minlərlə insan deyəcək, kaş ki bu barədə daha əvvəl biləydim. Amma həqiqət budur ki, o əvvələ artıq gəlib çatıb. O, məhz indi baş verir. Və məsələ şirkətin tanınmış olub-olmayacağında deyil. Məsələ ondadır ki, siz o ana qədər sistemin içində olacaqsınız, yoxsa kənardan müşahidə edəcəksiniz. Bugün gördüklərinizə bir daha nəzər salın. Güclü şirkət, demək olar ki, hər bir ailəyə lazım olan məhsul. Həm şəxsi satışlardan, həm də komanda qurmaqdan qazanc əldə etməyə imkan verən marketinq və ən əsası, hələ yeni açılmağa başlayan bazar resursu. Bəlkə də 1, 2 və 3 ildən sonra bu fürsət artıq bu qədər unikal görünməyəcək. Amma bugün siz onu ilk görənlərdən biri ola bilərsiniz. Əgər bu video silsiləsində gördükləriniz sizə yaxın gəldisə, qərar verməyi təxir salmayın. Bu videonu sizə göndərən səslə əlaqə saxlayın. Suallarınızı verin, məsləhət alın, layihəyə daha dərindən baxın. Çünki bəzən vaxtında verilən bir qərar təkcə gəlirinizi deyil, həm də bütün həyatınızın istiqamətini dəyişə bilər. Bəlkə də məhz indi Cimen Group'dakı hekayəniz başlayır.